yazıcı anar maraqlı açıqlama edib. Elə yazıcı anar deyirəm. Çünki deyəndə Yazıçılar Birliyinin, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin rəhbəri, bir də görsən altdan nələrsə yazırlar mənə, elə anar, yazıcı anar kimi təqdim edirəm. Çox adam doğum günümlə əlaqədar məni təbrik edir. Dünəndən bəri onlara təbrik almışam. Amma ad günümü geniş əhatə deyil, ailəmlə bir yerdə qeyd edəcəm. Yenə də deyirəm, təbii ki, istinad edirəm axşam .az-a, o da Madrid.az-a istinad edib. Xalq yazıçısı Anar Rzayev deyib. Gələn illəri həyat yoldaşım Zemfira Səfərova ilə dəmir toy etməyi planlaşdırmışıq, söyləyib. Evliliyimizin 50 illiyində Zemfira xanım qızıl toy, 60 illiyində isə brilyant toy etmişik. Bu mərasimləri ailə çərçivəsində keçirmişik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il dəmir toy etməyi düşünürük. Bəli, Anar müəllimin 88 yaşı tamam olacaq. Olub artıq. Anar müəllim, Allah sizə can sağlığı versin. Dəmir toy. Bəli, dəmir toydan sonra hansı toy gəlir? İnşallah onu da edin. Bilirsiniz necədir? Ailələr uzun ömürlü olanda, 40 il, 50 il, 60 il bir yerdə də oradan da qadınla kişi yaşayanda, mən onlara qıpta edirəm də. Ailələrdə kişinin də belə çətin, mürəkkəb xasiyyəti olur, qadın da. Əsas odur ki, bunları bağışlamağı bacarasan, həzm etməyə bacarasan, güzəştə getməyə bacarasan. O xasiyyət var, ağır xasiyyət, onu da doğmalaşdırmaq lazımdır. Əgər doğrudan da sənin doğman, əzizin bunları edirsə, kobudluq edirsə, səhv buraxırsa, o səhvi də, o kobudluğu da doğmalaşdırmaq lazımdır ki, ortada problem yaranmasın, arada problem yaranmasın.